Mənə verilən sualların içərisində son zamanlar bir sual üstünlük təşkil edir. Pasientlər soruşurlar ki, cinsi infeksiyanın növünü təyin etmək üçün ən düzgün metod hansıdır və necə bilə bilərik ki, hansı infeksiyaya yoluxmuşuq? Ümumiyyətlə, cinsi infeksiyaların analizi hələ lap əvvəllərdən, qədimdən yaxma metodu ilə aparılırdı və hal-hazırda da bu yaxma metodu aktualdır. Yəni ki, yaxma metodu ilə infeksiyanın növünü təyin etmək olar. Əgər bu qabaqlar mikroskopik metodla təyin olunurdusa, indi artıq PCR metodu ilə bu infeksiyaların növü dəqiq təyin olunur. Burada qızıl standart ondan ibarətdir ki, PCR metodu ilə infeksiyanın növünü təyin etdikdə burada yanlışlıq olmur. Yəni ki, dəqiq düzgün infeksiya yoxlanılır. Və bunun üçün də mütləq şəkildə həmin pasiyent 4 saat sidiyə çıxmamalıdır və yaxud da ki, sidiyə çıxmadan səhər tezdən gəlməlidir həkimin qəbuluna. Sidik kanalından, uretradan steril çubuq vasitəsilə yaxma analizi götürülür və o xüsusi mühidə yerləşdirilir və göndərilir xüsusi laboratoriyaya. Məhz PCR analizin köməyi ilə biz bütün cinsi infeksiyaların növünü təyin edə bilərik. Çox təəssüf ki, bəzən sosial şəbəkələrdə və yaxud da ki, pasientlər arasında belə bir söhbət gəzir ki, güya sidik vasitəsilə də cinsi infeksiyaların növünü təyin etmək olar. Amma çox təəssüf ki, bu yanlışdır. Sidik vasitəsilə cinsi infeksiyaların növünü təyin etmək mümkün deyil. Eləmək mümkündürsə də onların bəziləri orada görsənmir və bu da sonda kliniki olaraq və xəstələrin müayinəsində və müalicəsində müəyyən çaşqınlıq, müəyyən səhv fikirləri gətirib çıxara bilər. Məhz buna görə də mən məsləhət görərdim ki, kimsə cinsi infeksiyaların analizini vermək istəyirsə, yoxlamaq istəyirsə ki, bu xəstələnib ya yox, PCR metodu ilə analiz versin.